yolda gəldi, heç var mənimlə danışdılar. Deyirəm ki, bəlkə də biz onların planını pozduq. Şimdi mən deyəcəm də, onu deyəcəm mən. Planları pozduq, ona görə bəlkə də belə. Ayın 3 may. Şəhərə yaxın, təxmin belə saat 4-5 ailələrdə prezident zəncirləmə. 3 may. 3 may. 94. 94-ün deyirlər. Deyir ki, orada vəziyyət nəyə verədir? O vaxtda da 3 may həmən o Boğsunlu kəndi erməni aldı. Vurdular solda. Tərtərə girə bilmədilər. Yox, Boğsunlu kəndi tərtərindir. Tapqarıqoylu şeyində, görmür. Amma sərhəddə də gəlir. Sərhəddir. Qayıt edildi ki, sən xəbərin var, Əmirov Rufat orada rəhbərlik verir. Sən xəbərin var ki, Naftalanan zaman çıxıb Bakı yolundan. Dedim, cənab edin, o rəhbərliklə polkovnik Əmirovdur da. Mən ancaq İncikəy məsələsi, İncikəy Boğsunluya qədər mənim zonamdır da, bu zona mənə verirlər. Və dedim ki, yox alır. Mən indi o vəzifədən çıxartdım, sənə xəbəri yoxdur. Onlar Qazanlı kəndi boşaltdılar. Tapı boy, Qızılxazı kəndini, Qırmızı Saqqallar, o üçün 5 sənə kəndi 157 çəkildi qırağa verdilər. Mən o Əmirovu vəzifədən azad elədim və imzaladım ki, o zonada da sənə tabi verir. Deyirəm, cənab prezident, onlar çəkilibdir, mən nətər bu, dedim ki, primitiv meri. Nə imkan varsa, onu edir. Dedim, icazə verin, mən çıxım o zonaya, özümlə araşdırım versəniz, sizə məruz ederim. O üçün getdim səhərəm, gördüm ki, Naftalan, pislər, dəddətlər, o Çinar şey var ya, sanatoriya. Darmıdan evlər, o üçün belədir. Aerodrom vardı orada, qayıtdım, gəldim axşamüstü, cənab prezidentə məruz ederim ki, bəli, vəziyyət çox ağırdır. Gürcistan istiqamətində də vəziyyətdir. O qayıtdım, mənim ödüm ki, ağırdır. Mənə məcbur yox, belə bir söz var ki, vınujdayut. Borclusan. Vınujdayut. Tələbat var. Tələbat, Vınujdayut подписать прекращение. То есть ateşkesi dayandırmağa. Diyorum, cənab prezident, olmaz. Ermənilər böyük qoşunların hücumdadılar. Biz dayandırsaq ateşi, onlar anladacaqlar. Onlar məqsədi ilə, ona görə də bir gün 130-un komandiri, rəhmətli Fikrət Mamedov, Torpaq-Təpə istiqamətdə gedən döyüşlərdə əsir götürüb mayor Aqanisyan Qaçqa. Aqanisyan Qaçqın sandarında xərita çıxarmışıq. O xərita Moskvadan gələn xəritadır. Hakim Muzmu gitti. Moskvadan gələn hazırlayan planın xəritəsi bizdədir. İkinci, Tərtər istiqamətində gedən döyüşlərdə Saxlavatlı oğlan, Saxlavat tabuk komandirdə maşını ələ keçirmişlər, Gürcülər. Gürcüdə biz əksündə gələ keçəndə, Tərtər uşaqları ilə Saday, 190'da idi o Saday. O da Tərtərli bağlıdır. Əksüzünü keçəndə Gürcücan məktəbinin içində bir Uazı ələ çəkilmişik, Uazın içində vurmuşuq polkovnik Mıkırçanı. Onun yanında da baş leytenant, Rus baş leytenantıdır. Reabitə zabiti. Hansı ki birbaşa Moskva'dan koordinatları birbaşa Moskva'dan ələ qalır. Saday da maşını görəndə ki, oturub sürmüşlər, çəkmişlər kəndə. Saxlava kəndinin qabağında yaşayır o Saday. Yatmışdı kəndə. Onun da içində Reabitə, Moskva'nın xaritaları da ələ keçirdiniz. Biz ələ keçirdikdən sonra mən gəldim cənab prezident, cənab prezident, bunlar Yevlağa planlaşdırırlar. İmza atmıyorum. Deyir, mən vınujdayut, Kazimirov deyir, mən kabinetdən çıxa bilməyim. Mən yanımda deyir, Amerikanın nümayəndə səfiri də gəlmişdi bura. Siz Gəncəni saxlaya bilərsiniz ya yox? Dedim, cənab prezident, Gəncəyə həlimdə neçə kilometr var. Deyir, siz mənə sualıma cavab verin, ağıdır. Gəncəni saxlaya bilərsiniz. Dedim, o zona mən deyirəm, zonanı mən daşqısan olur. Dedim, mən imza attım indi, o zonanı da sizə tabi elədim. 172'nin. Və tədbir görün. 256 kilometre, 78 kilometrin var idi, 256 kilometre verdi mənə. Həmin momentdə özünüzün yanınıza gəlib
bizi yıldız apardınız 170 Murova. Mənə yol göstərdi, göy gölü necə keçir, dəli səri. Apardım bunları ki sabah birden Ermeniler küçse, Maral Gölü'nün üstündedir. Bunları yıldım apardım. Gene de Çin'i himayeti. Gene de himayetinin oğlanları apardım ki oraya. Şahlar birden ben size emir versem. Saat 3'te, gece 4'te bu yoldan sırf Panten'e kalkanda himayet babırdan pulyotlar, granatometler. Himayet babırdan çıkırsız. Yol böyle gelir. Gelirse Toğanı'ya çemde düşseler saklayabilmektir. Vurmak lazım Maral Gölü'yle Göy Gölü'nün arasında. Bak bunu yaparmışlar. Görün ne kadar ben Müdafiə Nazirinin döyüş komandiri olabilir. 37.000 koştum ola ben etibar ederdim ki bak bu olmalı. Çok fikir. Bak yarışı bir gün yeni gene rahmet eylesin Fikret Mamedov kimi oğlandı. Eldar Agayev kimi. Elvan Hüseyinov. Başka için Kuliyev kimi. Elçin Seyidov kimi. Kahramanlarımız vardı. Ancak onların arasında ben himayet. Tümyemuş. Bir tane söyledim. Sen bana lazımsın. Sana Bakın, bu günləri artıq müəyyən maneələr artıq qaldırıldı. Müsəndaşın əzməti yoxdur, satqınlıq elmi bir sırada var, artıq sıradan çıxarılıb. Bu günləri indi Himayət müəllim kimi hansı qəhrəmanlar olubdur, onların məsələsini təzədən qaldırmaq olar mı? Öz həqiqi haqqını ala bilsin. Düzsün dedi, bunu açıq məsələdir. Bizim müsahibimizdən qabaq, hörmətli xanımız bir dənə söz işlətdi. Ben rüyamda onu sıkıştırabilmedim, onu kaydedeceğim bu meseleye. Ondan sonra sizin sualınıza cevap vermem. İcazə verirsiniz. O ne demekti? Birinci Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi. Bölüşdürürsünüz bizi. Baş-başa koyursunuz Azərbaycan xalqını siz. Medallar ikincidedir, birinciye heç nə Bir dəqiqə xahiş edirəm. O kim belə gətirib atıb ortalığa ki, birinci Qarabağ müharibəsi, ikinci Qarabağ və onda generalımız Qaşımov Haçaq rəhmətə gedir. O gedib hansı müharibədə? Birinci Qarabağ müharibədə, ikinci Nə vaxt gedib? Bir dəqiqə. 95-ci ildən 2020-ci ilə qədər hər il snayper ataşından mina üstündə hər il 120-130 qədər biz adam itirmişdir. Mən onunla qeyd eləmişim. Hərbidən mülkidə. 20 il müddətində hər il 120 nəfər 20 oranında 2400 nəfər bir şəhid vermişik. Onları hansı müharibəyə bağlamaq istəyirsiniz? Nəyə görə siz bu sözü istifadə edirsiniz? O düşmanlarımız bizi Azərbaycan'da çox parçalamaq istəyirlər. Nətər düşmançılıq elərlər. Bunun da təqdimatını mən yazanda birinci millət kimdən üstünə durdu? Nəzməddin kimi millət eyvanlar qayıt edir ki, onun hərbi nə deyim o, təsiri yoxdur. Ay Allah. Ona görə də Əntiqə xanım, Mağdur Hükümət danışıqları Türkiyədir. Cənab General Bəsərəli qaldırdı ki, himayəti mütləq göndərmək lazımdır Türkiyə oxumağa. Bu bir. İndi qayıtlar dedi ki, bunun açıram sizə hər şey. Mən qayıdacam həmən məsələyə. Qayıtlar dedi ki, bunun pasportu yoxdur. Dedim, pasportu mən gəldəcəm. Girdim bunların yanına. Dedim, bir dənə. Arayış verin ki, itirib bu pasportu döyüşümə. Vermirlər. Bunun da əlin danışmışıq ki, İranda buna əmələ keçirdəcəklər. Ondan sonra Türkiyə göndərdiyi bunun təhsil alsın. Bu Azərbaycanın gələcəyidir. Məmməd Əfir gəldi, Müdafiə Naziri. Gəldi tərtərə, iclas elədi. Qayıtdı, mən təqdim edir. Siz kimsiniz ki, burada məsələ qaldırır ki, könüllərə rütbə vermək lazımdır, könülləri belə eləməzdir. Onda mən durdum Əbusə. Dedim ki, cənab zabitlərə, Əbusə durun, Lənkərin başda olmağına. Çıxın çölə. Müdafiə Nazirinin iclasında, Müdafiə Naziri, siz kimsiniz? Dedim, əgər bunlar zabit deyirsə, siz de dediniz ki, zabitləri yığ, komandirləri yığ. Bunlar da zabit deyirlər. Tabur komandiri, bölük komandiri. Rütbəsiz zaten. Siz de deyirsiniz ki, mən de ölüm. Rütbəni icra edin. Ancaq siz yanınızda saxlayın, canım bu da. Mən buradan çıxıram, bir prezidentə zəng vurdum. Çıxdım oradan, getdim prezidentə zəng vurdum. Qarar İsmail prezident, birinci mi? 44 gün müddətində dəftəri saxlamaqda, 44 gün yox, keçmişdə. Ay yarım. 48 gün. Bu vaxtı 658 nəfər biz şəhid vermişik. Orada tək istiqamətdə. O istiqamət o biti yox.
1941 nəfər məndə yaralı olub. Bunlar hamısı. 2000'e kadar. Yox, bunlara rəhbərlik eləyən könüllülər bir dənə ulduza layiq deyirlər. Bir dənə ulduza layiq olmayan insanlar. Dedi, nə istəsin? Bizdə o... Fırlavanda vəziyyətdə olmalıdır. Başlayıcına baxdım, Azərbaycan bayrağı devriyor, Kozey. Nizami, kör Nizami. Kozey değil mi? Hə, Nizami. Azərbaycan, deyirəm ha, bu şeydə də dəmirdir. Bu dəmiri də haif edirsiniz mi onlar? Canlarından keçər. Cənab Prezident Qadır'ın ki, verin siyahını, liç də mənə gecələrlə göndərdim. Polkovnik, o bizdə o şey, Geranboyda var, Şeşin Bala, Şahin Tapanca, çayxana da işləyirdi, tabur komandiridir. Mən mənə deyirəm ki, bilirsiniz bu kimdir? Hə, bu yaxşı olandı, tabur, mənə xoşuma gəlir. Dedim, qalx yuxarı, harada işləyirsən? Tirk Naftalanın çayxanasında. Dedim, görsünüz Cənab Müdafiə Naziri, tabur komandiridir, Tərtəqiblə Geranboyun Tapqarıqvanlı kəndini saxlayan bu oğlandı. Çayçıdır. Çayçıdır. Siz ona bir dənə qalacaq kiçik rütbəsi mi? İndi Tehran mənsumu var, o sizdə üstələ, Tehran mənsumu. O mənim əskərim oldu. Onun bir dənə ulduz vermək üçün az qaldıq əlbəyaqla döyüşək ki, bu əskər Füzulidə o, mən dedim, dedim, bu nədimdir? Balaca bir dənə ulduzdan der geçsin de bu rüyələnsin. Olmaz. Hərbi təsiri yoxdur. İndi zamana keçdi, həmən heyvanlar hansı ki, pagonların yeri yoxdur ulduzlardan, təsir alıblar, ancaq baxırsan ki, himayəti qoyun tərəzinin üstündə, hansı tərəf ağır gəlir? Hansı ağır gəlir? Hansının da xalqın arasında, millətin arasında hörməti çoxdur. Sənin ya da himayət. Mən ona görə bir gün baba sizin qabaqda deyirəm ki, mənə Allah tərəfindən qismət olub. Mən onu büyük qiymətləndirəm, hədiyə kimi. Mənə qismət olub ki, himayət kimi olanlara rəhbərləmişəm. Və onların sayəsində Tərtəri saxladı. Tərtəri saxlayamazdım. İndi mən gəldim 26 iyun birinci dəfə Qeydar Əliyevlə Babeli Üzbəyi sardı yanına. Nə qədər vuruşmuşam, ancaq telefonla danışım. Oturup Arif Aydemzadəyə, Rasul Quliyev, Namik Abbasov, Ramil Yusubov, hamısı oturdu. O Tərtəri icra başını sardırdılar və Sərdar. Mən də çağırdılar ki, bu çağırdı bu rəhbəri, gəlin Sərdari və Sərdat sardılar, ağlamır. Otduq. Gəldim, mən də məruzələrim. Söhbət qutardı, məsələ həll olundu. Biz gedəndə dedilər ki, arıdır. Aydın, gəldi. Ramil Yusuf, bir də Namik Abbasov, Milli Təhlükəsizlik Naziri. Dedi, arıdır, indi heç kim yoxdur. Sən mənə deyilən, söhbət onlara başlatan ki, bu Tərtəri nətər saxladıq. Siz mənə məruzə indi eləyir, siz Tərtəri nətər, nə səbəblə saxlaya bildiniz? Dedim, mən ayın 3-ü sizə zəng vurdum ona. Dedim, mənə deyil, o vaxtı Nazarbayev zəng vurmuşdu. Qazaxıstanın prezidenti Yeltsin zəng vurmuşdu. Ondan sonra Kazimirov zəng vurmuşdu. Dedi ki, əgər imza atmasın, Gəncəni də, Yevları, Bərdəni biz götürəcək. Nazarbayev dedi ki, imkan varsa olsa, Tərtər gedəcək. Tərtər məhv olunub gedəcək. Bunlar da oturdular, Ramil Yusuf oldu, bir də Namik Abbas. Deyir, bunlara başlasın ki, nətər onu saxladınız? Dedim, Zanaq verdi. Tərtərin millətdən qiymət verməyə elə qiymət yoxdur. Elə bir qiymət yoxdur ki, yoxdur, mən ona qiymətləndirəm. Mən Laçını görmüşəm, Qubatlını, Ağdamı, Füzulini, Şuşanı vuruşmuşam. Ancaq mən sizə deyim ki, yanvar ayından, iyun ayına qədər Tərtər kimi millət zamanı mən Azərbaycanda görməmişəm. Ona görə də mən onlara arxalanmışdım. İnanırsınız deyirəm ki, gecən 100 dənə, 200 dənə mərmi atırdılar millət Tərtərin ortasına. Cəmaat səhərsə çıxırdı, bazarın qabağında yığılışırlar ki, Elbrus Arıcın maşını getdi cəbhəyə, cəbhə dayanıb. Elbrus Arıcın maşını getməsə cəbhə yoxdur. Ancaq mən də kimə arxalanmışdım? Dedim, mən də ona.
imkan varsa Cənab Prezident, orada Pənah Mürədə var. Yazıq oğlandır. Ona bir dənə rütbədə Vayenkom boyunda Vayenkom. Dedim, himayət kimi oğlan var orada. Xahiş verin. Əmr verin, onu İrana pasportla göndərə bilmirəm. Cənab Prezident, xahiş verin. Onu məşğul olun. Olmadı. Oldu. Getdi İrana da getdi. Ha? Türkiye. Getdi, Qolun maliyəsi, hər şey məşğul olun. Allah razı olsun. Dedi, ben size ne lazımdır? Dedim, Cənab Prezident, ben hesabladım. Mənə Allah tərəfindən qismət oldu ki, siz polkovnik rütbəsindən öldünüz, 4 aydan sonra general oldum, ondan sonra hesabladım. Yani bu böyük mükafattır. Mükafatdır. Ondan sonra nə desələr, eləsələr, ancaq tərtər bir gün bir şəhər kimi qəhrəman adına layiq şəhərdir. Onun da oğlanları, Qəhrəman şəhər verilir. Hər bir oğlan qəhrəman adını daşımağa, başdan mətbuq olmaqla, Vəzir Bağırcıq kimi oğlanlar, İmayət Badov kimi oğlanlar, İnqilab Ağayev, hamısı layiqdir. Lazım olsa bugün də mən imza atmağa, hansı sənət olsa imza atmağa ki, bu milli qəhrəman layiqdir. İnşallah. Sevinərik və qeyd eləyərik. Minnətdarıq general, çox gözəl danışdınız, hərb tarixini açdınız bizə, varaqladınız kitab kimi. Mən şəxsən özüm qarşısında edim sualımla. Mən deyirəm ki, çox fəxr edirəm, mən sizin kimi bir sərkərdəylə döyüşmüşəm sizin rəhbəriniz alıb. Çünki buna mən özüm canlı şahid oldum ki, neçə dənə döyüşlərdə o vaxtı, o zamanı mən inandırım sizi ki, ona hər addım eləməzdi. Hər adam, hər komandir, hər zabit onu eləməzdi. Çünki göz görə siz bunu vurguladınız. O bizim keçmiş nazir, icra hakimiyyətin klubunda bizi icra keçirəndə, orada könüllər mənim kimi oturmuşdu. Orada bir də Lənkəran Əliyev qaldı, bir də deyəsən Eldar Ağayev kimi. 3-4 nəfər adam qaldı, qalanı bizim çölə çıxanda. Çünki o cürəti o zabitlər eləməzdi. O həmin o peşkar deyirləri, hərbi demirəm ha belə, hərbi məktəbi qutaran belə. O zabitlər o cürət edib bizimlə o güllə yağışın boranın altında o təlimi keçməzdi. O talışda biz o təlimi keçəndə, o düşmən haradası kadro qoyub, o artilleriya ilə başlayıb vuranda, ora kimləri siz dəvət edəmişə, onların hamısı sizdən başqa çəkildi, qırağa getdi, özünə sınacaq axtarmağa. Siz amma bizim qalın dediniz ki, himayət hesab elə döyüşdəsən, bax belə döyüşdə idarə eləmişsən, belə elə, belə elə. O həmin 2 gün mənim yanımdan çıxmır heç vaxtda. David İşxanyan idi məhkəmədə çıxış edir. David İşxanyan alay komandir idi. Şuşa əksüdüm alay komandir. Dəvət indi çıxırlar ki, harada bu fəaliyyət göstərməsən, David İşxanyan. David İşxanyan boynuna aldı ki, hücum zamanı 20 aprel 94-cü ildə onun alayını biz məhv elədik. 296 meyit yığdıq bir bölgədə. Bu balaca kətdir, bu qırmızı kətdir. 296 meyit yığdıq. 2 dənə tanka da çəkdik. BMP, Minəqət batareyası, hamısı. İndi İşxanyan deyir, sual verirlər ki, nəysə, mən istəyirəm ki, görüm, mən qarşısında döyüşən kim olur? Ona da deyirlər ki, könüllülər olublar, eyni. Yazımıza gəlir, Cənab General məni çağırdı. Hanım Maşdağaya gedəcək, yoldaşı evdə hamı. Mən də Səhərdən çıxan. Soğal qaldı. Səhərə kimi danışa bilərik. Həqiqətən çox maraqlıdır, amma yolu çox uzaqdır. Gün ortadan çıxıb yoldaşı ailəsi var, gözləyirlər hamısı. Müslüm, çox sağ olun. Əvvəla sizin kitab yaradığınızda da uğurlu razı edin. Çox böyük xeyirli bir işdir, görmüşsünüz. Sizinki orada. Kəşfiyyatçı qız tutmuşduq, Rus qızı. Снайпер. Я, Нюникова Светлана Георгиевна, 1967 года рождения, родилась в городе Баку, проживала по адресу, город Баку, Вера Николаевна. Tutmuşuq getmişik. Ну что, Verboğlu'na, снайпер. Ermənilər bizim arxamızdaydılar, içərimizdeydilər. Həmişə də ondan məndə yoxdur da olsun. Mən buraya titrat
Siz yazın. Hər tariximizi yazın. Her tarihi imzalası. Yazın, hökm. Боевое распоряжение. Видно? Hamsi geri. Боевое распоряжение. Marguşalan, karta takayda 70 dönem. Kim atıp, imza atıp, moneda. İçine. Da. Boyevое распоряжение. Bunları ben öyrədirdim ki, uşaqlar, hər əmri alandan sonra heç qol səslənməz. Azərbaycanda hələ o vaxtı nə əmr verə, nə döyüş tapşırı verə. Ona görə mən sizə deyim ki, qəhrəmanları bir gün bölüşdürürlər. Birinci Qarabağda hamısı qaçqın olur, qaçan olurlar, qorxaq olurlar. İkinci müamele, mən də gətdim, SBS-də mən tez çıxış edirdim axı. Bu yaxında ayın 8-də mədəliyyət eləmişlər. Mən də SBS-də açıq elanda dedim ki, я, знаете, извините, пожалуйста, вы все говорите, что у нас во Второй, в Отечественной войне, я говорю, давайте задать вопрос, а кто готовил эти войска? Кто-то же их на учения выводил, кто-то готовил, кто-то вооружал, кто-то заказывал эти оружия, кто-то приносил. Что у нас? Сразу дали команду встать и пошли, все освободили. Зачем вы унижаете тех ребят, кто у истоков стоял этой армии? Neçin onları yana salmaq üçün? Birdən-birə əmr verdilər, prezident əmr verdi, getdilər Qarabağı 44 gün aldılar, xeyirli. Onları yol gedib. Yol. Deyirəm ki, biz 2016, qızım, baxın ki, 2016-cı ildə Lələtəpə istiqamətdə gedən döyüşlərdə mən əmələt baş idarəsi rəisi olanda, baş qaydaq rəisi, mənə məruzə sabişdə dedilər ki, polkovnik Qırqaran əsir düşüb. Dedim, təcil o polkovnikin yanında olan sənətləri mənə gətirin. Kəşfət bax, televizorda deyirəm mi? CBS-də. Lazımsa mən sizə verim, lazım. Yox, şey deyək, yox. Yadınıza saxlayın. Bundan sonra heç anda, heç vaxtı deməm, birinci Qarabağ. Mən demirəm, görmədiniz, mən demədim. Yox, dersin, birinci Qarabağ. Yox, mən dedim, Azərbaycanca dedim ki, mən narazıyam birinci və ikinci Qarabağa ayrılanlara. Mən onu dedim. Fasilə ilə. Elə demədim. Mənim Çinli bir müharibə var, ümumi Qarabağ müharibəsi. Bu 30 ildə müharibə. Fasilə ilə müharibə gedir. Mən onun əleyhinəyim. Müharibə 30 il davam edib. O nə vaxt başlayıb, bitir. Bir dəqiq, aktiv fəaliyyət olub, aktiv fəaliyyət. Ondan sonra pasif fəaliyyət olub. Gene de aktif faaliyet. Umumi Azerbaycan 30 yıl müddetinde müharebe yapar. Bir şahit olan oğlanların valideynler demiyor ki ben, benim de oğlum da şahit olur. Neye diyor? Buna Vətən müharibəsinin veteranıdır. Bu birinci Qarabağın şahidi. Səndən xeyir olur, mənim balam da göbələk deyil, sizin. Onun qədrini mən bilirəm, İmayət bilir. Və İmayəti bir gün polkovnik rütbəsində Sadıqov olsaydı, məhv eləyəcəkdilər. Məmməd Rəfi məhv eləyəcəkdir. Ancaq mən qoymamışam. Qabağına deyim, öz rütbəmi millət qurban eləmişəm. Sənin mənə da lazım deyil. Mənim qardaşım generaldır da. General rütbəsi qol çəkəndə prezident gördü ki, Arun Elman İzzət oğlu. Vahid Əliyev sordu ki, vay, bu qardaşı deyəsin generalda axı. Vahid qardaşı, bəli cənab Əliyev. Sizin atılın ha, 94-cü ildə general. Deyir, yadımdadır, Elbur Sarımcaq. Bu da onun doğma qardaşı. Nətər oldu, bir ailədə 2 general olacaq. Vahid Əliyev deyir ki, cənab Əliyev. Vasif Talı bu şeylə, orada komutan təqdimatı göndərir. Mən də sizə niyə böyle? Dedi, git araştırın. Ya Elbursa general rütbəsi verək, ya Elman qalsın, gələn elimlə görəkdə. Vahid çıxdı məndən şey, cənab prezident verir. Dedim, bilsinədir, mən onun atasının generalıyam. Qoy mən qardaşım onun generalı olsun. Vahid girdi ki, cənab prezident. Heydər Əliyevin mən general olmuşam. Bizim prezidentimizin atasının mən generalıyam. Mən qardaşım da onun general olsun. Gəldim, Vahid deyir ki, mən girdim, deyir ki, cənab prezident. General olmuşum, deyir ki, mən Heydər Əliyevin generalı qalmaq istəyirəm. Dedi hal aldığında, götdü imzaladı Ermanın da generalıdır. Bu da bu mənim generalım olsun. Bu da biz belə olmuşuq, belə uğraşmışıq. Hərbdən saatlarla yox, illərlə danışsaq da bitməz. Ona görə ki, o 30 ilin hər dəqiqəsini vuraq saata, saatını vuraq günə. Görün, bir əsr olur mu? Bir saat olmuşum burada. Çoxdur. Çoxdur.
eşitdiniz, mən özümlə hesab edən sözüm. Ondan da olacaq. Ya sizin haqqınızda da çox Mən özümü nə danışdım. tərəfləmədim. Ona da gələcək Mənim- Allah.